Tamam. Tamam, dərsimizi də qeyd edək. İndi belə deyək. Word proqramında yaratdığımız sənədin adı susmaya görə nə olur? Dokument 1. Dokument 1. Ay, sağ Dokument olun, bir. bəli. Word-də yaratdığımız sənədin adı susmaya görə olur. Document 1. Aha. Sonra. Bir dəqiqə. Bəs Word-ün əsas obyekti nədir? Simbol. Simvol. Simvol. Simvol, bəli. Bax, Word-də yaratdığımız sənədin adı olur Document 1. Windows'dan 1 və ya 2 sual düşür. Word-ün əsas obyekti, Word-ün minimal obyekti, bu kimi sualların cavabı hamısı simvoldur. Daha sonra Word proqram təminatının hansı qoluna daxildir? Sistem, tətbiqi yoxsa instrument? Tətbiqi. Ay, sağ olun, bəli. Daha sonra Word hansı ofis paketinə daxildir? Microsoft. Microsoft Microsoft. Office, bəli. Bizim 4 dənə ofis paketimiz var. Hansılardır, kim deyər? Microsoft Word, Microsoft Office, Microsoft Work, Framework. Framework, Framework. bir də Start New yazılır. Bəli. 4 dənə ofis paketi var. Bu ofis, daha bu paket var, inteqrallaşmış paketlər. Bütün inteqrallaşmış paketlər sistem proqramlarıdır, yoxsa tətbiqi? Tətbiqi. Tətbiqidir, bəli. İndi Microsoft Office paketini öyrənəndə bilirsiniz, bizə onun içindən 4 dənə proqram maraqlıdır, biz onu öyrənəcəyik, amma Microsoft Office paketinə hansı proqramlar daxildir, bunu da bilməliyik. Burada Outlook. yerləşirdi Word, Excel, Power, Access. Access. Outlook. SharePoint, Publisher, OneNote, PowerPoint. Teams, Project Visio. Ay, sağ ol. Deməli, bax, bu 4 dənə proqramı biz bilirik. Word, Excel, Power, Access. Bunu olsa keçəcəyik. Amma yerdə qalanların sadəcə adını da olsa bilməlisiniz. Bunlar Visio'dur, Project'dir, OneNote'dur, Info'dur, Outlook'dur, все. Bir də ki Teams. Bunlar hər biri Microsoft Office paketinə daxildir. İndi qəbullarda da Şevrita da var idi deyəsən. necə? SharePoint var bir də, bəli. SharePoint. Daha sonra mənə deyin görüm, Quick Access harada yerləşə bilər? Həm pəncərənin yuxarı sol küncündə, həm də O aşağıda. küpsündə. Həm lent Sizdə tablarının var. üstündə, həm lent Bəli. tablarının altında yerləşə bilər, düzdür. Növbəti sual. Quick Access-ə əmrləri biz hardan yığa bilərik? File options. File File options options. File Bəli, file options. options. Ay, sağ olun. File options-a daxil oluruq. Bir də ki, buradakı düyməsindən. Yaxşı, bu Quick Access-də susmaya görə hansı 3 əmr aktivdir? Undo, redo, save. Undo, save. Bəli. Undo, redo, save. İndi mənə deyin görüm, Ctrl plus Z. Undo'dur yoxsa redo'dur? Bu sonuncu əməliyyatı ləğv eləyir. Aha, onu bilmək. Undo'dur bu. Ando. Ay, sağ ol, bu Undo'dur. Undo'dur. Bakın Ctrl Z yazır burada. Bu Undo'dur. Bu da Ctrl Y, bu da redo'dur. Redo. Bəli. Bu da belə. Word-ün miqyası susmaya görə neçə olur? 100. 100, Bəli. 500. Ama üniversite bekliyorsun. 100, Minimum. maksimum 500 maksimum. 10, 100, 10, 100, 500. Bəli, Susmaya minimum görə 10% susmaya görə, yəni standart halda 100%, 100, maksimum maksimumda isə 500%, düzdür. Belə. Daha sonra hissə maraqlı bir sual gəlir. Bax, bu yazışa görə mənə deyin görüm. Mənə deyin görüm. 8-ci səhifə, 19-cu. 15-ci səhifənin nömrəsi neçədir? 26. 26. Ay, sağ olun, bəli. Bunu bilməyənlər üçün bir daha xatırladırıq. Bu yazılış o deməkdir ki, 26 səhifəlik bir sənədin kursor 8-ci səhifəsində dayanıb. Amma bu 8-ci səhifənin nömrəsi 19 göstərir. Yəni 8 19-dursa, deməli 11 vahid özündən çoxdur bütün səhifələr. 15-ci səhifədə özündən 11 vahid çox olacaq, yəni 26. Yenə burada məsələn birinci səhifəni istəsə üstə gələcəkdir yenə 11. 12 eləyəcək. Eləcəkdir, bəli, 12. Всё. Müəllim, bu bütün
hamısında 11-dir fərq, yoxsa Yo, mən indi bura sual 19 asılı olaraq 19 dəyişir? yazdım deyə əkirəm belə oldu. Məsələn, buraya yazardım 15. Bu olacaqdı 7, görsən. 15-dən çıxırıq da 8 yəni. Bəli, yəni soldakından sağdakı çıxırsınız və bu iki bir-birinə yaxın olanlar. Onlar hər səhifə özündən neçə vahid çoxduru sənə deyir. 8-in nömrəsi 15-dirsə, belə çıxır ki, burada 7 vahid sürüşmə var. Hamısı özündən 7 vahid çoxdur. 1 8-dir, 2 9-dur, 3 10-dur və s. Sonra Word proqramında neçə cür xəttkeş var? 3. İki. Aşağıda üfüqü 2. Bəli, Şaqili. şaqili, İki. üfüqi. Şaqili İndi üfüqi. üfüqi xəttkeş üzərində yerləşən birinci düymə nə iş görürdü? Birinci Hansı? İlk abzasın sətrin, Birinci abzasın ilk abzaslı sətrini səhifədir. düzəldirir. Ay sağ ol. Abzasın Soldan birinci boş. sətrinin sol boşluğu. Seçilmiş abzasın. İkinci. İkinciden başqa. Birinciden başqa digər Sol hamısını. boşluğu. Ay sağ. Birinciden başqa yerdə qalanların sol boşluğu. Bəli. Üçüncüdəki Üçüncü də abzası Hamısını. bütünlükdə. Bütünlüklə. Ay sağ olun. Bəli. İndi sizə bir dənə maraqlı sual. Düzdür, keçmişdə deyim keçmişik. Bunu hələ ki biz ora çatmamışıq. Amma görək yadında qalan varmı? Bu Word-ün vəziyyət sətri keçən dəfə demişdik ki, bu aşağı hissədir. Düzdür? Kağıt pəncəsi. Mənə deyin görün, Bəli. Word-ün vəziyyət sətri üzərində olan görünüş rejimlərini biz necə aid edirik? Onların əlamətləri necə idi? Düzdür. T hərfləri olurdu. Söz birləşmələri olanda iki söz Ay olanda. sağ olun. Bəli, bax, T hərfi xəttkeş üçün idi. Ora çatanda deyəcəyik. Word-ün 5 dənə görünüş rejimi var. Bu 5 görünüş rejimlərindən bəziləri, bəli, burada yerləşir. Bax, aşağıda vəziyyət sətrində yerləşir. Testdə düşə bilər ki, bunlardan hansı vəziyyət sətrində yerləşir? İki sözdür. Vəziyyət sətrində yerləşənlər söz birləşməsi formasında olanlardır. Read mode, print layout, İki dənə xəttkeş bəli, bir də nə idi? Web layout. Web layout. Bəli, bunlar vəziyyət sətrində yerləşir. Çünki söz birləşməsi forması. generallandı da. Hə? Sən nəsə dedi, yoxsa? Outline-la draft isə görürsünüz söz birləşməsi şəklində deyil. Bunlar da vəziyyət sətrində yerləşmiş. Всё. Müəllim, bunların funksiyaları nədir ki, bu 3 dənə Bunları yazmışsınız? biz hansı 3 dənə? Bəli. Bunlar sadəcə görünüş rejimləridir. İndi onlar haqqında danışmıram, çünki uzun məsələdir. Hamısının funksiyası eynidir, əlhədar. Sadəcə bəziləri orada yerləşir, aşağıda bəziləri yerləşmir. Yəni hamısı eyni işi görür. Bəli. Всё, bu qədər. Bu bizim təkrarımız, çünki buradan artıq nəsə deməmişik. Hə, bir də title bar hara hesab olunur Word proqramında? Yuxarı. Yuxarı hissə. Word yazılı və mənim Sağda. proqramın Bəli, adı da Yuxarıda başlayır. Başlıq sətrində birinci proqram adı gəlir, yoxsa sənəd adı? Sənəd adı. sənədin adı sonra proqramın adı. Bəli, adı, birinci sonra sənədin adı gəlir, sonra proqramın adı gəlir. Düz. Mən printdən eləyirik sual cavab yazsam. Printdən yox, printdən ancaq test üzərindən. Çünki print sual cavab eləməsi bir şey yox. İndi hamı bir nəfər kimi mikrofonunu, kamerasını, hamısını bağlayır və dərsə qulaq asır. Mən sual verəndə bəli, cavab verə bilərsiniz. Mənlə bərabər çox xahiş edirəm, heç kim danışmasın. Bugünkü bizim məqsədimiz, yəni bugünkü planımız fayl, home tabı və insert tabıdır. İnşallah həftənin bazar günü yerdə qalan bütün tabları bitirə bilərik. Çox asandır. Və verə bilərəm. necə? Buyur. Mən demişdi, save-ə bərabər olurdu. Bir read-only-də, bir də nə idi? İndi onları izah eləyəcəm hamısını. Bir də sənəd ilk dəfə açılanda. Hə, çox sağ ol. Buyur. Deməli, həftənin bazar günü baxın, burada hamı şükür Allaha yetkin yaşında insanlardır. Həftənin bazar günü Word proqramı bitəcək. Böyük ehtimal ki, orada bizim çatdırmadığımız, indi mən onu lazım olsa qəbula yaxın bir dənə ayrıca gün ayırıb onu da keçəcəm. Bir dənə çatdırmadığımız əlavə tablar hissəsi olacaq. Mən onun videosunu da qrupa yerləşdirəcəm, o əlavə tabları. Yəni sizdən tək istəyim bir dənə o videoya baxmaq. Onsa görüşüm ev tapşırıqlarınız minimum səviyyəsindədir, yoxa bərabərdir. Hər şeyi biz dərsdə həll edirik. Ona görə bir dənə orada çatdırmasaq, onu da deyirəm. Əlavə tabların bir 30-35 dəqiqəlik videosu var. Düzdür, mən onu özüm yenə keçəcəm. Çünki bilirəm ki, ona 10 nəfərdən 9-u baxmayacaq. Amma hər ehtimala onu da atacağım. Yəni bu həftə ümumiyyətlə Word bağlanır. Gələn həftə Excel-i bitirəcəyik inşallah. Ondan sonra qalan bütün dərslər sadəcə olaraq bir dəfə keçirilir. Şəbəkələr, lokal,
Global, Access, nə bilim PowerPoint, qrafik redaktorlar. İndi Windows'a biraz indi 3-4 dərs ayırmalıyıq təəssüf ki, o da inşallah qalacaq aprel ayı, may ayı. Başladıq. Fayl. Deməli, əziz tələbələr, yadda saxlayın ki, əslində faylı bizə tab kimi təqdim eləməməlidirlər. Təəssüf ki, bəzən Dövlət İmtahan Mərkəzinin öz suallarında belə yazır. Aşağıdakılardan hansı fayl tabında yerləşir? Baxın, fayl əslində tab deyil. Tab dediyimiz anlayış ribbon, yəni lent interfeysindən ibarət olmalıdır. Və bu yuxarıda gördükləriniz home, insert, draw, design. Bu fikir verinmi? Bir lent formasında açılır. Bir qara lent formu. Yoxsa bu lent görmüşsə yəqin lent, zalent. Onun kimi açılır. Amma fayla girəndə fayl artıq menyu kimi açılır. Başa düşürsünüz? Bax, burada da başlat menyusu deyilir. Görürsünüz, menyular bu cür açılır. Amma tablar isə bir xətt üzrə açılır. Məsələn, home tabı bir xətt üzrə açılır. Nəsə, yəni desək ki, aşağıdakılardan hansı menyu hesab olunur, orada cavab fayldır. Daxil oluruq fayla. İndi məndə Word-ün versiyası başqadır, amma yadda saxlayın ki, fayl menyusunun içində home-la açılmalıdır. İndi mən hər dəfə deyirəm, bunu dəyişəcəm, yadımdan çıxır. Baxın, fayla girəndə yuxarıda home başlığı oldu. Yəni, necə ki, Word açsanda birinci onun tabı home-la açılır. İstəyirsə 100 dəfə açın, bağlayın, home-la açılacaq. Ekranı yazmayın. Qələmə ümumiyyətlə əl vurmayın. Faylda da birinci home-la başlayır. Home haqqında danışmırıq, çünki o başlanğıcdır, orada heç nə yox. İkinci gəlir info. Infodan biz nə edə bilərik? Adı üstündə, yəni ilk öncə bizə onun adının yaratdığı təəssüratı heç olmasa bilməliyik. Info sənəd haqqında məlumatdır. Sağ tərəfdə görürsünüz sənədin ölçüləri, səhifə sayı, söz sayı. Məsələn, burada total editing time yazılır. Yəni neçə dəqiqədə bu sənədi biz açmışıq və s. Təbii ki, bunları öyrənmirsiniz. Bir dənə birinci infodan məlumat əldə edə bilərsiniz sənəd haqqında. 2. Infodan sənədə kod qoya bilərsiniz. Onsuz da bunu axırda bir dənə çox möhtəşəm bir qayda ilə ümumiləşdirəcəyik kodu hardan qoyuruq. Və infodan sənədi ən önəmli məlumatlardan biri olan read-only rejimində saxlaya bilərsiniz. Deməli, bir sənədi read-only rejimində saxlayanda, yəni bir sənədi yalnız oxuma rejimində saxlayanda bu sənəd üzərində hansı işlər görmək olar? Bu sənədi siz kiməsə göndərə bilərsiniz. Bu sənədi siz çapa göndərə bilərsiniz. Bu sənədin özünü silə bilərsiniz. Yəni, bütöv sənədi seçdiniz və bu sənədi sildiniz. Amma sənədin içini silmək mümkün deyil. Yəni, sənəd üzərində heç bir dəyişiklik etmək olmur. Amma sənəd üzərində etdiyiniz dəyişikliyi həmin sənəddə yox, başqa sənəddə yadda saxlaya bilərsiniz. Həmin o və ya o Akşinin verdiyi sual o idi. Save-i vuranda save as açılır. Səbəbini save as açılında izah edəcəm. Sonra buradan dedik ki, read-only rejimində saxlaya bilərik, kod qoya bilərik. Sonra bu aşağılar sizə lazım deyil. Nə bilim, onu yekun final kimi, yəni final sənədi kimi yadda saxlamaq və s. Əsas benim kod qoymaq və onu read-only rejimində saxlaya bilərik. Bir də ümumi məlumat. Keçdik new. New yeni səhifə yox, yeni sənəd yaradır. Deyə bilərsiniz, bunların fərqi nədir? Baxın, bizim sənədimiz dokumentdir. Bu dokument ibarət olur səhifələrdən, yəni A4-lərdən. Səhifə daha kiçik anlayışdır, sənəd daha böyük anlayışdır. Ona görə fayl menüsünə girib, new-nu vursaz, yeni sənəd. Məsələn, dokument 1-dirsə, olacaq dokument 2. Qısa yoluna gələndə isə qısa yolu çox sadədir, Ctrl-N. Yəni, elə özünün baş hərfi. Open. Word proqramı vasitəsilə əvvəlcədən yadda saxlanmış sənədləri açır. Baxın, bəzən tələbələr elə başa düşür ki, və yaxud bizim beynimiz error verir ki, qardaş, mən bu sənədi açmışam da, burada Open-ə nə ehtiyac var? Bəli, haqlısınız. Zaten Open bölməsinə daxil olmaq üçün Word proqramındakı bu sənədi açmalısın. Mən bu sənədi açmışamsa, yenidən bu sənədi açmaq üçün fayldakı Open-ə ehtiyac yoxdur. Demək ki, buradakı Open-in funksiyası başqadır. Word proqramı vasitəsilə əvvəlcədən yaradılmış sənədləri açmaq üçündür. Bax, görürsünüzmü, burada nə qədər sənədlər var. Deməli, Word proqramı, daha doğrusu Open bölməsinin recent hissəsində, yəni son açılmış sənədlər hissəsində belə bir qayda var. Son açılmış sənədlərin sayı minimum 1, standart halda 25 dənə, maksimum isə 50 dənə ola bilər. Yəni, burada Open bölməsində son açılmış sənədlərin siyahısı 50-ni keçə bilməz. Minimum 1 olur, standartda 25. Prosta gərək olaraq pinləyəsiniz ki, orada 25 dənə sənəd qala.
Just burada pinləmək var, bir də pinləməmək var. Openin qısa yoluna gəldikdə, Openin iki dənə qısa yolu var. Biri yenə də baş hərfidir, Ctrl O, biri isə Ctrl F12-dir. Bəli, Ctrl O və Ctrl F12 Openin qısa yoludur. Sonra Openlə bağlı biz burada bəzi şeyləri sizə çatdırırıq. Bəli. Deməli, Open-ilə bağlı sizə bir-iki məlumat verim. Deməli, bu məlumat nədir? Daxil olur buradan browse bölməsinə. Bax, burada aşağıda belə bir hissə var. Biz sənədi hansı cür aça bilərik? Birincisi, çox yaxşı olar ki, bunu skrin edib telefonunuzda, qrupunuzda saxlayası çox önəmlidir. Biz sənədi bax, bu cür aça bilərik. Bir, sənədi normal şəkildə açırıq, Open. İki, sənədi yalnız oxu rejimində aça bilərik. Aydın məsələ ki, orada heç bir dəyişiklik eləmək olmur. İki, sənədin kopyasını aça bilərik. Yəni, bu nə üçün ola bilər? Məsəl üçün, sənədi təsadüfi silinmədən qorumaq üçün. Təsadüfi dəyişiklikdən qorumaq üçün. Sənəd qalır özü qıraqda, onun başqa bir kopyası üzərində iş görürsən. Sonra sənədi internetdə açmaq olar. Onun əvvəlki versiyaları varsa, yəni dəyişiklik olmuş forması varsa, onunla bir yerdə açmaq olar. Bir də sənədi qorumaq rejimində açmaq olar. Yəni, bu nədir? Elə bir ki, lent tablarının üzərində müəyyən bir kod qoyur. Yəni, sənədi üzərində dəyişiklik, bir klaviatur düyməsini vuran kimi bütün tablar yoxa çıxır deyə, belə deyək. Yəni, qoruyur sənədi. Bu da ki, əvvəlki versiyalarını bərpa etməklə. Bax, bu sənədin dəyişilmiş versiyası varsa, yəni sənəd üzərində dəyişiklik aparılıbsa, onunla bir yerdə açır. Bu isə sənədin əvvəlki versiyasını bərpa edib açır. Yəni, dəyişiklik olmaya da bilər. Belə, düzdür, buradan sual düşmür bu günə qədər. Bu ikisini bilsəz bəsdir. Open, daha doğrusu birini, read-only rejimində hansı işlər görə bilərik. Amma sual düşə bilər, hansı cür aça bilərik. Bu da oldu bizim Open bölməmiz. Bu da getdi. Sonra gəldi Save və Save As. Bunlar arasında çox incə bir fərq var. Deməli, Save ilə Save As-in fərqi o nəydən ibarət? Baxın, əgər bir sənəd əvvəlcədən yadda saxlanılıbsa, məsəl üçün deyirəm, bax, bu sənəd tutaq ki, kompüterimizdə var. Biz bunun üzərində müəyyən dəyişiklik edirik. Qırmızı yazdıq. Əvvəlcədən var düşünək bunu. Əgər siz bunun üzərində dəyişiklik etmisinizsə, dəyişikliyi yadda saxlamaq istəyirsinizsə, yalnız dəyişikliyi, baxın, bir daha deyirəm, yalnız sənədin üzərindəki dəyişikliyi yadda saxlamaq save-dir. Vurdun save-i, bir dənə sənin burada qırmızı rəngdə elədiyin dəyişiklik getdi yaddaşa. Sanki save bir iş üçündür. Amma sən deyirsən ki, yox, mən sənəd üzərində başqa-başqa işlər görəcəm. Məsəl üçün, bu sənədin adını dəyişmək istəyirəm. Bu sənədin yerini, kodunu, tipini, müəllifini, o zaman sənin köməyinə artıq save çatacaq. Amma bəzən tələbələr belə bir sual verir. Yəni, normal başımı çıxmasam, məsələn, mən də bilməsəm, maraqlı gələr ki, bəs necə olur ki, bəzən mən sadəcə dəyişikliyi yadda saxlamaq istəyirəm, amma save vururam. Baxın, save as açılır. Bəli, bayaqki Akşinin verdiyi sual bu idi. Yalnız iki halda save-i vuranda save as pəncərəsi açılır. Bunların hər biri başqa iş görür. Zaten ikisi də eyni iş görürsə, ikisinə də ehtiyac olmazdı. Birini qoyardılar da. Amma bəzən save bərabərdir save as. Bax, bu çox önəmli bir məlumatdır. Hansı hallarda save düyməsi save as düyməsinə bərabər olur? Bəli, bu iki halda mümkündür. Bir, sənəd ilk dəfə yaddaşa gedəndə İlk dəfə yaddaşa gedəndə belə yazıram, vergül. İlk dəfə yaddaş. Bir də ki, sənəd read-only rejimində olandır. Nə oldu buna? Read-only. Bu çox önəmli məlumatdır. Sənədi ilk dəfə yaddaşa verirsənsə, save-i vurasın, save azaltılacaq. Səbəb ondan ibarətdir ki, sən sənədi ilk dəfə yaddaşa verirsən, bu sənədin adı da yoxdur, tipi də yoxdur, yeri də yoxdur, kodu da yoxdur, heç nə yoxdur. Ona görə onu save as öz üzərinə götürə bilmir. Bir də read-only rejimində niyə bəs save-i vuranda save as açılır? Axı biz dedik, read-only sənədin üzərində dəyişiklik etməyə icazə vermir. Ona görə save as pəncərəsini açır ki, get oradan artıq sənədin adını və s. dəyiş, olsun başqa sənəd. Bəli, orada artıq nə qədər iş görürsənsə görə bilərsən.
Mikrofonlarınızı bağlayın. Yo, yo, sağ ol. Mikrofon. Yaxşı. Belə, bunu bildik. Seyvəzlə də seyvin fərqi odur ki, əgər sən bir daha deyirəm, sənətdə hardasa bir iş görmüsənsə, məsəl üçün bunu götürüb qalın yazmısan, əyri yazmısan, deyirsən ki, hə, bu dənə bunu yadda saxlayıram, başqa heç sənə işim yoxdur. O zaman seyv. Hə, bəs seyvəzdən hansı işlər görə bilərik? Bu maraqlıdır artıq. Seyvəzdən bizim görə biləcəyimiz işlər, birincisi sənədə kod qoya bilərsiniz. Kod qoyma ardıcıllığı da bu cürdür. Girirsiniz. Biz dedik ki, adi rəng dəyişəndə save edirik. Save as kimi saxla demək deyil. Yox, tək rəng söhbəti deyil. Sənədin, yəni bu A4-ün üzərində nə iş görmüsünüzsə, o A4-ün üzərindəki işi yadda saxlamaq save'dir. Amma başqa işlər görmək istəyirsinizsə, o zaman save as. Bax, save as-dən kod qoya Müəllim, bilərsiniz. Girdiniz save mən o as-ə. hissəni bilirsiniz necə bilirdim əslində. Hər hansısa bir kiçik dəyişiklik elədikdən sonra belə faylı yeni bir fayl kimi yadda saxlamaq üçün. Save as-i. Hə. Save as yeni bir fayl olmur. Prosta ora girib nəsə iş görmüsənsə, elə bil ki, sənədi dəyişmisən də. Yox, yeni bir fayl deyil. Əslində sənəd ilə eyni sənəd. Prosta dəyişiklik çoxdur burada. Çox dəyişiklik eləmək olar. Yox, sənədi eyni saxlayır. Prosta üzərində etdiyin dəyişiklik artıq hə onun əvvəlki sənəddən fərqlidir. Müəllim, save as-ə biz kimyat demişdik. Hə. Deməli, save-as-dən bir kod qoya bilərik. Daxil oluruq Tools-a. Tools-dan General Options. Buradan artıq həm onun, baxın, açılışına kod qoymaq olar, password to open. Həm də onun dəyişikliyinə kod qoymaq olar ki, dəyişiklik bir dənə klaviatura düyməsini vuran kimi kod gələcək. Deyəcək ki, kodu yaz, sonra dəyişiklik et. Kod qoyma ardıcıllığı belə qəbul sualıdır. Necə oldu? Daxil olduq Save-as-ə. Save-as-dən giririk Tools bölməsinə. Tools bölməsindən də General Options. Bu kod qoyma ardıcıllığıdır. İkinci, dəyişə bilərik sənədin tipini. Hə, bax burada artıq siz bu tipləri bilməlisiniz. Screen elib qrupa atlası bir hissədir. Word proqramının bir neçə tipi var. Bir neçə, bir 10-a yaxın tipi var. Bu docdur, docx-dır. İndi birazdan məlumat verəcəm fərqləri nədir. Dotdur, PDF-dir, XPath-dir, nə bilim və s. və ilaxır. Bu artıq sizin Bura necə işinizdir. girdiniz? Necə? Görmədim. Bura necə girdiniz? Hardan girdiniz? Burada Save-as-dən girdik. Fikir bölümü. Hə, Save-as-dən bax burada tip bölməsi var. Görürsən Save-as tip. Hə. Bura daxil Hə, olub, bura vursan açılacaq özü. 2. Tip oldu. 3. Sənədin müəllifini dəyişə bilərsiniz. Müəllif zaten bu akkauntunuza uyğun seçilir. 4. Yerini dəyişə bilərik. Baxın, həm onun daxil olduğu qovluğu və buradan dəyişə bilərsiniz. 5. Adını dəyişə bilərsiniz. Hə, indi Word-ə verə biləcəyimiz adlar və yaxud Word-ə verə biləcəyimiz ada qoyulmuş qadağaları biz hansı dərsdə öyrəndik sizinlə? Əməliyyat sistemində. Emindim. Bəli. Əməliyyat sistemində qeyd elədik ki, bütün fayllara zaten fayllar proqram yaradır. Bütün fayllara 9 dənə qadağan olunmuş simvolu, yəni böyükdür, kiçikdir, boşa nöqtə, slash və s. durub hamısı yadına. O 9 dənə qadağan olunmuş simvolu plus qadağan olunmuş sözləri yaza bilmərik. Bax, bu elə Word-ə də aiddir. Həm Word-ə, həm Excel-ə, həm Power-ə, həm Access-ə. Bunları adlandıran zaman biz o əməliyyat sistemində qadağalar ki öyrənmişdik, onları elə bunlara da aid edirik. Adını da dəyişə bilərik və nəhayət ən sonda tegini. Deməli, deyin görün, biz bir sənədin tegini niyə dəyişək? Rahat tapmaq üçün onu. Daha tez tapmaq üçün. Bəli, tegini dəyişək demirik əslində, teg əlavə eləyək. Bu, hərdasa Instagramda falan, sosial şəbəkələrdə elədiyimiz o taqlar kimi bir şeydir. Məsələn, deyir, filan kəsi bu videoya taq elə. Niyə? Çünki daha tez tapsın. Deməli, bax, gördüyünüz kimi bu seyvəzdən müəyyən qədər işlər görülür və biraz çoxdur. Seyvin əslində öyrənəsi heç nə yoxdur, amma seyvəzi biz məcbur idik ki, müəyyən bir yolla öyrənək. Göz uşaqların bəzilərini yadda qalıb. Biz seyvəzdən sənədin kodunu dəyişdik, sənədin tipini dəyişdik, sonra sənədin müəllifi, sənədin yeri, sənədin adı,
və sənədin çeki. Bəli, biz bunların baş hərfindən özümüz üçün bir kimyat düzəltmişdik. Burası bunun i'sini götürdük məcbur. Görürsünüzmü? Kimya. Hətta bir dənə bura t da əlavə elədik ki, heç nə olmaz. Kimyat. Yəni, seyvəzdən görə biləcəyiniz işlər bərabərdir kimyat. Yəni, seyvəz bərabərdir kimyat. Söh. Kodu, tipi, bak kodu, tipi, müəllifi, yeri, adı, tagi hazırdır. Seyvəzin qısa yolu nədir? F12. Seyvin qısa yolu nədir bəs? Ctrl S. Ctrl S. Ctrl bir ses. Bax bu. Oldu seyvlə seyvəzin fərqi və seyvəzdən görə biləcəyimiz iş. Daha sonra. Müəllim, Bəli. biz dediyə bayaq infodan kod qoyuruq, amma save əslən kodu dəyişirik. Yo, ikisindən də kod qoya bilərsən. İkisindən də qoymaq olur da. Hər ikisindən də eyni şeydir. İkisindən kod qoymaq olur. Dəyişmək olur bəs ikisində də. Hətta kodu dəyişə bilərsən. Kodu bilirsənsə dəyişə bilərsən də həmin yerə girib. Başa Onda düşdüm, kodu çox qoyandan sağ ol. sonra gərək sənədi açıb, sənədi bağlayıb təzədən açasın ki, o kod təsdiq olunsun. Seyvəz qaydaları deyəcəm. Hə, demək olar ki, eynidir. PowerPoint-da da eynidir, elə burada da eynidir. F2 F2 Word-da yoxdur əslində. F2-ni biz məsəl üçün Windows 11-də istifadə edə bilərik. Rename-dir. Yəni faylın adını dəyişmək üçün. Burada F2 yoxdur. Burada Ctrl F2 var. Keçən dəfə keçmişdi. Nə idi Ctrl F2? Up eləyirdi. Printin qısa yolu. Print idi, Print bəli. eləmək. Bəli, printer. Bəli, bax, Print. 2 dənə bu, sonu 2 ilə bitən qısa yol bizim beynimizi qarışdıra bilər. Biri Ctrl F12-dir, biri Ctrl F2-dir. F12 pəncərə açırdı da. Ay, sağ ol. Ctrl F12 e, belə deyək, Open-in qısa yoludur. Ctrl F2 Print-in qısa yoludur. Bəzən bizim fikir vermişəm, tələbəyə fikir vermişəm ki, bax, fərqindədir. Biri ki, Ctrl F12 və ya Ctrl F2 biri printindir, biri openindir. Amma onu tapıb ortaya çıxara bilmir bəzən ki, bu hansıydı, bu hansıydı. Hər zaman onun üçün belə bir qısa yol şəxsən mən özüm belə yad saxlamışdım tələbə vaxtı ki, Ctrl F2 var. Bunun F2-sindən yadda saxlamışdım ki, bu printin qısa yolu. Sual verə bilərsiniz, müəllim, nə dəxli var? Mənə görə dəxli çoxdur. Çünki print eləmək bir şeyin ikinci bir nüsxəsini yaratmaqdır. Elə deyil. İkinci bir kopyasını yaratmaq. Ona görə print F2-dir. Yəni özündən birini də saf eləyirik. Amma F12 isə open düyməsi. Belə bunu fərqləndirə bilərsiniz. Daha sonra çalışaq faylı bitirə bilmək. Deyəcəm bitirək. Printdən danışmışıq. Keçən dəfə geniş şəkildə kim iştirak edə bilmirsə qrupda videoları var. Bütün qruplarda göndərmişəm. Share bölməsindən bir dənə birinci paylaşmaqdır. Bir dənə burada ən önəmli bir məqam var. Deyəcək ki, hansı əmr vasitəsilə biz öz sənədimizi bloqda dərc edə bilərik. Bu təbii ki, şeirdə yerləşən post to blog əmridir. Blog əslində çox belə əslində maraqlı bir şeydir. Blog indi bloger falan deyilir. O deyil əslində. Öz elmi məqalələrini, öz nə bilim elmi nə bilim bir araşdırman falan varsa orada paylaşırsan, sən bloqçu hesab olunursan, amma sənin izləyicilərin gedir bloqosfer. Yəni o kütləyə bloqosfer kütləsi deyilir. Düzdür, bu da sizin proqramda yoxdur. Adını falan soruşan deyil. Sadəcə soruşa bilər ki, sənədi bloqda dərc etmək üçün hansı hissədən istifadə olunur? Bəli. Sonra export. Export biraz əslində maraqlı bir bölmədir. Exportdan sənədi PDF kimi yadda saxlaya bilərik. Bir də sənədi hardan PDF kimi yadda saxlaya bilərdik? Save as-dan. Çünki oradan sənədin tipini dəyişə bilirik axı. Bəli, amma burada təbii ki, bizim əsas işimiz bu PDF-i yadda saxlamaq deyil. Burada əsas iş bax budur. Yəni burada bir dəqiqə save as-ı niyə girdik biz? Export'a girməli. Bax, burada əsas işimiz budur ki, bizə təqdim olunmuş piktoqramlar əsasında o piktoqramların genişlənmələrini sürətli və asan şəkildə tapmağı bacarmalıyıq. Amma bunun üçün biz docx-in, docun, dotun, RTF-nin, TXT-nin bu genişlənmələrin haqqında biraz məlumatımız olmalıdır. Əks halda bunu tapmaq qeyri-mümkündür. Ya gərək möhtəşəm şəkildə 3 gün, 4 gün əzbərləyəsiniz, ya da ki, möhtəşəm şəkildə buna bir izah vermək lazım ki, ayağınızda qalsın.
Deməli, bilənlər desin görək, bu doqla docx-in bir-birindən fərqi nədir? Doc köhnə Əvvəlki versiyası. versiyasına əlaqə Yeni saxlayıram versiyasıdır. biraz. Ay sağ olun. Doc X təzədir. Doc Word-ün köhnə versiyasıdır. İndi ili sizə lazım deyil. 97-dən 2003-cü ilə qədər bütün Word genişlənmələri susmaya görə doc formatında idi. Amma indi bütün Word genişlənmələri susmaya görə deyir, amma özün onu təbii ki dəyişə bilərsən. Təzə versiyadır. Olur docx. Əgər doc köhnə, docx təzədirsə, onların piktoqramında da bir fərq olmalıdır, yoxsa yox? Bəli. Olmalıdır. Yəni Günə piktoqram çıxmış. dediyimiz, bəli, düzdür. Piktoqram dediyimiz anlayış indi Windowsda daha geniş danışacağam ondan. Baxın, piktoqram belə deyək də faylın biz tərəfindən görülən hissəsinə deyilir. Lore izah edirəm. Məsələn, Zoom-un piktoqramı görürsünüzmü? İstəsəz onu bəlkə də dəyişə bilərik. Nə bilim, Telegram-ın piktoqramı. Sonra burada Word proqramının piktoqramı. Piktoqram şəkildir, elə bilin ki. Bizə bu cür təqdim olunur. Yəni sən piktoqramlar əsasında təyin edə bilərsən ki, bu proqram nədir? Standart piktoqramları olmalı, təbii ki, hamısını gündə dəyişmək də doğru deyil. Sonra gəlir TXT genişlənməli fayllar. Bu hansı proqramın genişlənməsidir? Notepad. Bəli, bu ASCII simvollarını da özündə Bəli. saxlayır. Notepad adi düz yazıları yazmaq üçündür. Yəni özündə yalnız ASCII simvollarının kodunu saxlayır. Açırsınız Notepad-i, ancaq yazı yaza bilərsiniz. Nə onu də əyri yaza bilərsiniz, nə qalın yaza bilərsiniz, nə bilim üstündən qırmızı xətt mümkün deyil. Yəni ancaq düz yazı. Bəli, deyir ki, heç bir formatlı mətn saxlamayan genişlənmə hansıdır? TXT. Format saxlamır. Format dediyiniz şey bax budur. Yazdım, qırmızı elədim. Bu format hesab olunur. Sonra növbəti gəlir RTF. Bu hansı proqramın genişlənməsi? WordPad-ın. Ay, sağ olun, bəli. Bu da əvvəlkənə əlaqə saxlayır Bəli. istəyirsiniz. Biz onda deyə bilərikmi ki, WordPad bərabərdir elə doc. Bəli. Bəli. Onda WordPad doca bərabərdirsə, bunların piktoqramlarında, yəni şəkillərində bir fərq olacaq. Məncə eynidir Allah. Ay, Oxşar olacaqlar. Heç bir fərq yoxdur. Sonra .x və ya doc. Neyincə daha niyə görə RTF-də var, doc-da var? Prosta biri Word-ün genişlənməsidir, Ələkbər. Biri proqram olaraq WordPad proqramıdır. Tamam. Niyə görə belə bir şey var? Əslində sənə deyim. Yəni WordPad proqramı vasitəsilə hazırlanmış sənədlər nə vaxtsa Word proqramında açılma ehtiyacı duyularsa, o zaman heç bir problem yaranmır. Ona görə Word-də də bir dənə və yaxud belə deyim də WordPad proqramı vasitəsilə yaradılmış sənədləri dəstəkləyir. Yəni onu aça bilir. Ona görə var. Yəni Word daha böyük bir proqramdır. Word-dəkini ata bilərsən, tutaq ki, Word-dəki sənədi gedib WordPad-da aça bilərsən. Word-dəkini gəlib Word-də aça bilərsən. Yəni genişlənmələr üst-üstə düşdüyünə görədir. Məsələn, Excel-dəki mən gətirib Word-da aça bilmərəm. Düzdür, o texnologiyası tamam başqa şeydir. Amma sən Excel faylını gətirib Word-da aça bilmərsən. Niyə? Çünki bayaq göstərdiyim genişlənmələr üçün də Excel genişlənməsi yoxdur. Ona görə. Amma görsən, WordPad proqramındakı mətni gətirib Word-da açmaq olar. Niyə? Çünki o bunun genişlənməsini dəstəkləyir. Dot şablondur. Notepad də orada olur. Necə? Məsəl üçün WordPad olursa Notepad da ola bilər də. Hə, Orada o da Word olur, aça bəli. bilərik. Olur, Hə, bəli. okey. Şablon genişlənmələrdir. Bunların indi xüsusiyyətini deyəcəm. Bir də ki, HTML, yəni MHT, MHTML var. Bu da aydın məsələdir. İnternet formatının genişlənməsidir. Bax, bunların hər biri haqqında məlumatları gördünüz. İndi burada problem bunlar deyil. Bunları öyrənmək asandır. Burada problem nədir? İndi sizə problemi bura çəkib atacağım. Onun üzərində işləyəndə görəsiniz. Problem deyil əslində. İndi biz bunu başına elə oynatacağıq ki, deyəcək ki, kaş elə hamısı bundan düşər. Deməli, bax, bunu götürdük. Gətirdik, yatırıq bunun aşağı hissəsinə. İndi üzərində bir-bir hamısını göstərir. Baxın. docx dediyi Word-ün təzə versiyasıdır, yoxsa köhnə? Köhnə. docx. Təzə. Təzədir. Təzə. Bəli, çox gülməli olsa da burada özünüz üçün balaca ipucular quraşdırırıq. Məsəl üçün, fikir ver, ən çox bir-birinə bənzəyən bu ikisidir. Bununla bu. Necə olacaq sual? Sadəcə bunu verərək aşağıda 5 dənə variant yazacaq. Biri olacaq docx. Biri olacaq doc. Nə bilim, biri olacaq rtf. Və s. və ilə axır.
Deməli, bax, biz bunu necə aid edəcəyik? Demirsən ki, docx təzə, doc köhnədir. Biz də zarafat eləmişik ki, təzənin üzərindəki bu W hərfi ağ rəngdədir. Görsənmi? Müasirdir də, sanki bu gəlib yazıq köhnədən keçmişdən ağ günə çıxıb. Amma köhnənin üzərindəki W hərfi ağ rəngdə deyil. Təzə olan ağ günə çıxıb, köhnə olan hələ qalıb köhnədir. Open document text. Deyirəm də hansı yadımdan çıxıb. Open document text üzərində nə var? Fikir ver. O O hərfi. hərfi. Açılışın işarəsi var. Bunda buradan tapasınız. Bütün şablon faylları Excel, Power, Access, Word hamısı daxil olmaqla arxa fonlarında Office proqramının öz rəngi olur. Bütün şablonlarda görürsən Word-ün arxasında özü rəngində bir şey var. Bir dənə Siz yenilik bayaq dediniz göndərin. axı Excel-i açmaq olmur. Yox, mən Excel açmaq olar demədim. İndi gözlə izah edəcəm. Bir dənə səbirli olun. Hə, yaxşı. Eyni linkə qoşulun hamınız. Görün qoşula bilərsiniz eyni linkə.